Salam dəyərli izləyicilər, maraqlı bir xəritə sualı sizin nəzərinizə çatdıraq. Burada iki xəritədə ərazi rəqəmlərlə göstərilmiş xanlıqların oxşar cəhətidir. Təbii ki, İrəvan və Naxçıvan xanlıqları göstərir. Müəyyən müddət Qarabağ xanlığının asılı vəziyyətdə olmaları doğrudur. Oxşar cəhət Ağaməmməd xan Qacarın hücumuna məruz qalması doğrudur. Yəni bizdə aid olmayan oxşar cəhət olmayan Quba xanlığının ərazisinə birləşdirilməsi. Yanlış cavabımız elə C variantıdır. Nə İrəvan xanlığı, nə də ki, Naxçıvan xanlığı Quba xanlığı birləşdirməyib. Eyni ildə Rusiya tərəfindən işğal olunması düzdür. Qızılqaya xəyanətində iştirak etməsi C variantı uyğun cavabdır. Növbəti sualda 2-ci Dünya müharibəsində əsaslı dönüş nəticəsində İtaliyada faşist Mussolini rejimi, demək 2-ci Dünya əsaslı dönüş nəticəsindədir burada deyir. Faşist bloku ölkələrində böhran baş verməsi, yəni burada B bəndi uyğun cavabdır. Sonra digər İtaliyada Mussolini rejimi istefa verir. İkinci əsaslı dönüşün nəticəsində burada deyir ki, faşist blok ölkələrində böhran baş verdi. Doğru cavabımız elə B variantı uyğun cavab.